Ya Allah, getdik. Bugün bizi narahat edən içimizdəki pis fikirlərdən, müasir dillə desək, travmalardan danışacağıq. Şəkilə diqqətlə baxın, 4 abstrakt fiqur görürsünüz və bu fiqurlardan hansını beyniniz sizə daha yaxın bilirsə, onu seçin. İndi isə başlayaq açıqlamağa. Əgər birincini seçmisinizsə, siz başqalarının nə düşündüyü ilə bağlı tez-tez mənfi ehtimallar qurmağa meyillisiniz. Yəni düşünürsünüz ki, hamı sizin haqqınızda pis düşünür. Və buna görə də öncədən siz müdafiə mövqeyi alırsınız. Yəni istənilən ünsiyyətdə siz müdafiə mövqeyindəsiniz. Və bu səbəbdən də insanları özünüzə yaxın buraxmaqdan çəkinirsiniz. Və kompromisə getmək ümumiyyətlə sizlikdir. Amma əksinə insanlar sizi bəyənirlər, sizə qarşı hörmətləri var. Amma sən bunda qarşılıq verməkdə çətinlik çəkirsən. Sənin hisslərini ifadə etmək, belə deyək, toxunaraq ifadə etmək sənin üçün mümkünsüzdür. Sadəcə sözlə ifadə etməyi daha üstün tutursan. Və eyni zamanda sənin münasibətlərə gələndə uzun müddətli münasibətlər qura bilmirsən. Çünki davamlı olaraq əks tərəfdən şübhə ilə yanaşırsan ki, səni atacaq, gec-tez tək qoyacaq. Və bu da sənə uzun müddətli münasibət qurmaqda problem yaradır. Yox, əgər sən ikinci fiquru seçmisənsə, sən daim hamıdan geridə qalmaq, digərlərindən pis olmaq, yəni belə bir şey özünü əskiyi bilmək kimi bir fikirdəsən. Bu isə səni ələxüsus yeniyetmə və gənc dövründə kimlərləsə münasibət qurmaqda çətinlik yaradıbdır. Daim özünə dəyər verməkdə problem yaşayırsan, daimi olaraq özünü tənqidlə yaşayırsan. Və bu səbəbdən də müəyyən bir işlər çıxanda yox, mən bunu bacarmayacam, onsuz da edə bilməyəcəm deyərək fikirləşsən. Narahat bir insansan, daim özünü təhlükədə hiss edirsən, depressiyaya daha çox meyillisən və özünü olduğundan yaxşı göstərməyə çalışırsan. Bu isə səni daha çox işləməyə, daha çox çalışmağa vadar edir. Bu da bir yaxşı tərəfidir məsələnin. Sevgiyə gələndə, münasibətlərə gələndə qorxduğun əks tərəfin gözündən düşməyindir və onun tərəfindən atılmağındır, kimlənsə əvəz olunmağındır və buna görə də davamlı olaraq nəzarət etməyə meyilli olursan, izləyirsən. Amma dediyim kimi, özünə tənqidi yanaşmaq səni işdə uğurlara gətirir. Amma bir məsələ də var, bu sənin həyatın deyilsən, sanki başqa insanın həyatını yaşayırsan. Sən istədiyin həyat başqadır. Üçüncü fiquru seçən insanlar. Davamlı olaraq döş qəfəsində və belində ağrılar sənin üçün xarakterikdir. Bu bir xroniki ağrılardır. Çünki daimamlı olaraq yorğun hiss edirsən özünü, tükənmiş hiss edirsən özünü. Bu emosional dalğalanma baş verir səndə. Və bu emosional dalğalanma səni əldən salır. Bəzən hər şeyin bitdiyini düşünürsən. Bəzən də son ümiddir deyə ümidsizcəsinə ona sarılırsan. Nəzarətsiz və məntiqsiz emosiyalar sənə sabit və inamlı şəkildə yaşamağa və irəliləməyə mane olur. Tez-tez seçdiyin yoldan yayınırsan. Bir məqsədə fokuslanmaqda çətinlik çəkirsən. Davamlı olaraq sanki bir mübarizə rejimindəsən. Daim düşünürsən ki, mən mübarizə aparacam. Hətta hər şey sakit olanda, həyatında hər şey qaydasında olanda belə nəyinsə gözündən qaçdığını, nəyinsə mütləq şəkildə əyri olduğunu düşünürsən. Bu isə münasibətlərdə də sənə təsir edir. Münasibətlər gözəl olanda belə davamlı olaraq nəyinsə pis olduğunu və yaxud nəsə pis şey olacağını düşünürsən. Və bu səni hamıdan təcrid eləməyə gətirir. Sən qorxursan təcrid olunmaqdan və dəstəksiz qalmaqdan qorxursan. Nəhayət dördüncü. Dördüncü fiquru seçənlər emosiyaları tanımaqda, öz hisslərini ifadə etməkdə və yaxud hisslərini idarə etməkdə çətinlik çəkirlər. Narahatlıq hissi daim sizi izləyir və bu bəzən sizi panikaya salır. Və stres, əsəb sizin üçün normal bir haldır və bundan da irəli gələrək davamlı olaraq bədəninizdə ağrılar olur. Bəzən öz uydurduğunuz dünyada yaşayırsınız və yaxud da reallığı olduğundan daha qaranlıq görürsünüz. Ya da əsl təhlükəni görməməzlikdən gəlirsiniz. Hər hansı bir işin planını qurmaq çətindir, çünki bunu ya qaçış ya da nəzarəti ələ alma cəhdi kimi yaşayırsan. Yəni, qurduğun planlar sadəcə mövcud vəziyyətdən qaçmağa aiddir. Sevdiyin insana həddən artıq çox bağlanırsan. Bəzənsə bu hisslər sənə boğucu və yorucu olur. Ayrılıq, hansı ki, yəni istənilən hiss üçün, istənilən münasibət üçün normal bir halda sənə çətin gəlir.
Çünki hər dəfə səni kimsə və ya nəsə üçün ikinci plana atılmış kimi, ruslarda bir söz var, zapaznay aerodrom kimi hiss edirsən. Sənin üçün əsl həyat dərsi özün özünə yetərli ol. Özün üçün lazımlı ol Günan. İndi isə şərhlərdə yazın hansı fiquru seçdiniz və nə dərəcədə düz izah elədin.